Product management sahənin adıdır. Product owner o sahəni təmsil edən adamdır. Məhsulların idarə olunması böyük bir sahədir. O sahədə çalışan product ownerlar var, product specialistlər var, hansı ki bunlar başqa anlayışlardır. Product researcherlar var. Məsələn, qlobalda daha çoxdur. Bizdə çox az şirkətdə belə bir mütəxəssislər çalışır. Product owner sprint planning görüşündə əvvəlcə priority-ni müəyyən edir ki, priority budur və komanda özü PO demir komanda özlərinə ki, sən bu işi görəcəksən, sən bu işi. Bu da yanlış anlaşılır. Bəzən bunu belə anlayırlar ki, PO gəlir vaxtı ilə, çünki elə idi Waterfall-da, layihə menecer gəlirdi, tasklar verdi, tapşırıqlar verdi. Komanda özü həmin priority-yə uyğun user story-ləri, taskları product backlog-dan götürür və sprint backlog-a əlavə edir. Və buradan məhsul sahibi sadəcə susur. Komanda özü idarə edir bu məsələni. Yanlış anlaşılır. Bəzən bizdə daily-lər də elə başa düşürlər. Hamı PO-nun üzünə baxır, danışır. PO-nun üzünə baxıb danışmırsan, komanda bir-birinə məlumat verir. Sanki PO-ya hesabat verirsənmiş kimi də PO komandanın lideri deyil.